bu naxışın toxunma qaydasını məndən çox soruşdunuz. Gəlin bərabər toxuyaq. Deməli, bu naxışı toxumaq üçün biz eyni yerə 2 dəfə batırıq. Bir, sıx iğnə, dalınca ikincisini toxuyuruq bu qaydada. Daha sonra növbəti yeri boş buraxıb digərinə toxuyuruq. Və həmin bu naxış bizdə əmələ gəlir. Yəni buranı ötürürük, digərinə 2 dəfə toxuyuruq. Yaxından göstərim. Buranı boş buraxırıq, digərini toxuyarkən səliqəmizə diqqət edirik. Nə boş, nə də sıx etməyinizi tövsiyə etmirəm. Naxışın səliqəli alınması üçünsə ipinizə uyğun milçənin nömrəsini düzgün seçməyiniz lazımdır.